Vici, nə qəşəng güllərdir. Vici, bu evi sataq, bu evi sataq. Vici kimdir? Vici mənim operatorumdur. Bu evi sataq, sənə aparıram Batumya. Poyuz da açılır, qardaş. Gedək Qaradənizdə çimək. Bunu sataq, hörmətli izləyicilər. Bizdən gəlin alın. Mən bu Vicini də aparıb gedək istirahət eləyək. Nə qədər ev çəkmək olar, qardaş, yorulmuşuz. Bizim də ixtiyarımız var da, biz də gedək bir dincələk də. Hörmətli izləyicilər, Şuvalanda 3.7-dir, mənim 3.8 sotun içində sənəd kopsa çıxarışdır. Qiymət də münasib. 215 min. Hovuzumuz mövcuddur. Dəvə boynu ilə bir yerdə. Deyən görün. Hörmətli izləyicilər. Gəlin alın bu evi. Biz də gedək Vica ilə, biz də biraz dincələk də, nə qədər ev çəkmək olar, qardaş. İstiyə bax, istilər gəlmiş. Sən aparacam orada Delfinariya, nə bilim, Səhərə Xaçapuri, günortalar Gürcü Çaxırı, Sapiravi, Qəşəng, Sıxoy. Ətər dedim. Hörmətli izləyicilər. Ətər dedim. Yaxşıdır. Deməli, bax, həyitimizdə manqalımız varıdır. Yaxşı evdir, qəşəng evdir. Otaqlar da yaxşı ölçüdədir, balaca deyil. Özünüz də indi onun şahidi olacaq. Evimizin sağdan da, soldan da keçidi var. Hə, bir də bura gəl, bir də bir. Bu tərəf çəkdin də, hə, çəkdin. Heç nə, gedək. Buyur. Boşum, sat-soq gedirsən də. Ha, söhbət salam. Yəni, belə. Neynəyək, gəl, mən baxaq qonaq otağımıza. Qəşəng, geniş qonaq otağımız, hər cür mebel yerləşir bura. Divan, hər şey. Mətbəxinə baxaq. Ekonom variantdır da, 215 min. Belə evlər az olur. Yəni, qiymət aşağı, özünüz bilirsiniz ki, Mərdəkanda, Şuvalanda qiymətlər bahadır, evlər budur da, yəni qiymət budur. Başqa ərazilərə baxalım, çünki populyar ərazidir. Bu, birinci yataq otaqdır, pəncərələri hamısı öz ərazisinə açılır. Hasardan da bir 60-70 santimetr, yəni aralıdır. Evimiz istipoldur. Sonra, deməli, bu ikinci yataq otağımız. Ən balaca otağımız budur, uşaq yataq otağı. Və üçüncü yataq otağımız, valideyn yataq otağı. Buranın da özünün hamam tuvaleti mövcuddur. Aksesuarlarla gördüyünüz kimi var. Və ümumi sanuzeli, hamamla ayaq yolusu. Burada da aksesuarı var, qəşəng su da gəlir. Hamısı qaydasındadır. Sənədimiz də var. Kimə maraqlıdırsa zəng eləyin. Gəlin, alın bizdən, biz də vizi ilə oturaq, təyyarə ilə yox, qatarla gedəcəyik. Çaqqa-çıq, bilirsən ki, tüfissək, oradan da oturub, ya da elə samolyotla gedərik. Tək bu evi bizdən alsınlar, biz də pul qazanaq gedək dincəlməyə. Sağ olun.